Aysun deyir, yeyib içəcək, Ceyran. Yox əşi, Ceyran ağlayar. Ha Ceyran, deyirəm ha Ceyran bacı. Esiyə layla kim deyəcək, yetim esiyə laylayı acı. Sen deyirsən ki, mən Ceyran üçün oxuşayacam. Bəs Ceyran şey gedəndə o dünyaya necə oxuyasın? De görüm hələ. Mən mi? Demədin oxuyacam onun üçün. Sibelcan çok sağ ol. Sibelcan'dı da diyesen. Sibelcan'dı ha çok sağ ol. Ceyran'a dinle diyeceğim. Diyeceğim ha Ceyran front yoldaşım ben. Ne yoldaşı? Ay mama. Ha oxu. Yok eşi oxumuram, qıymıram. Mən CK'ya qıya bilmərəm. Qıymıram. Bu nedir dostlar? Gerilenmişik yaman. Yani Allah'ın altında yarananlar hiç gün görmedim. Mən də gün görmədim. Vallahi Ceyran Gülar xanım çox sağ ol. Mən görən günlərin heç üçdə birini sən görməsən ha Ceyran. Özüm prosta arsızlığa qoymuşam hadi. İçim özümü yandırır çölüm cəmaat ha Ceyran. Allah mən çəkənləri heç kəsə göstərməsin. Heç kəsə. Heç kəsə. Heç kəsə arzulamıram mən. Heç düşmənlərə də. $420 nəfərsdir. Nəyə baxırsın? Kino çəkirik, Bibi demişkən. Kukla tiyatrına gəliblər tamaşaya deyil. Yazılı hara getdi bu çarivan? O yadlarda qalacaq. Çarivan. Ayxan, sevin atdan düş ay bala. Hələ onu bilmək olmaz Ayxan. Çok güzel nəfər sizi. Sima salam, necəsən? Burada 500 nəfər var, hani 5 dənə tık yoxdur. Salam salam, xoş 460 nəfər. İzləmədə qalın. Salam Aygün. Özəl bacıya dəstək ol, bacı qız. 2 ildir tamaşa verirlər. Ay bala, ay Raisə xanım, tamaşa da olsa maraqlıydı da. Şəfəqət xanım dəstək olun, yeni gəlin, xoş gəldiniz. Esmirə xanım, Haycan, Fərid, Cəfərov, necəsiz? Çox sağ ol. Buyur. Ay bala, biz uduzuruq yenə. Özəl buyurma bacı. 6 tənvinimiz var dostlar. Qoymayın. Buyur. Düz. Vallahi 4 saat otururduk ancak Aygün, Aslan Ceyran, Aygün, Aslan Ceyran. Şimdi direm o hövsələm çatmazdı indi olsaydı Aygün, Ceylan bacı. Pərəm oldu da dincəlin. Ay bala gedirdim mən nəyə getmişəm? Mən getmişəm vəkildən ötürü. Çıxıram çölə, reklamlarda çıxıram. Ay bacı mənim vəkilim nə oldu? O sabah olacaq. Bir aydan olur. Amma çox maraqlıydı. Az sən göbeğin ağrıdı yadında. Sənin qoluna tutub gəzdirirdi canın ortasında. Bir şeyini gördüm başının bucağında. Bu. Yo. Mən həqiqətən radikulot tutanda pis tutur. Məni təsəvvür et dedim gəlmirəm oteldə qalanda. Dedilər yox mütləq burada olmalısan. Nəsə gətirdilər mənə. ATV-nin işçiləri o Təbrizgil qarşıladı məni qızlarla. Qızlar da məni daşıya bilmirdilər. Nəsə gəldim oturdum bacı. Bu Hüseynə necə səs istədimsə getdim qabağa uca qaydanda bir də tutdu məni. Belə eləyə gəldim. Onu qabağıma çıxıb ölmüşəm gülməkdən. Ceyranı ərə ver. Bir yerdə gedəcəyik ikimiz də. Sosialiyədə özəl tutdu bacı qız. İnanırsınız yəni ki maraqlı günlər var idi həqiqətən. Görsən indi insan axtarır o günləri. Çox maraqlıydı həqiqətən. Çox maraqlıydı. Yaxşı xatirələr qalırdı. Bəli.
Elə bir ki bizimlə sənin arxivində o ev yarışması, o iştirakçılar tamamilə orada nə bilim, bilmirəm mənfi kimi qaldılar, müsbət kimi qaldılar. Axır ki qaldılar da, yəni. Sizlər üçün çox darıxırıq canım mənim. Bax, darıxarsınız elə. Vaxtında daşqalaq edirdiniz bəzilərini. İnşallah açılar, inşallah yenə o simalardan bəzilərini görərsiniz, hamısını bilmirəm. Özəl. Ekran tıklayaq dostlar. Sağ ol, Mətanət. Mətiş, çox sağ ol, ay Mətiş. Təşəkkür edirəm, gecik. Mən ağladım. Olmaz axı, qutarmışdı oyun. Hələ yaxşı səhər açırsın. Ay bacı, oyun qutarmışdı axı. Xeyr canım. Az 7 adamdır o. O 8 tamamdır, biri bir sağ. 2 xanla, ay Mətiş, 2 xanla. Eyb yox, heç nə olmaz, ay Mətiş. 8 tamamdır. Onu demək istəyirəm ki, qaynar qazan vaxtıydı. 4 saat. Mən evdə olanda yatmırdım. Saat 6-da, ən gecə 6-da yatırdım. Saat 2. Səhər yaxın. Sen 12 yok. İnşallah açılar, Burada inşallah. burada tez yatıram. Görək də Orada az yatıram qaldı ki. dostlar. 31-nə qədər gözləyək, görək nə var, nə yox. Bayramda Canım bağlı təkliflər sağalcaq. dostlar. Tanışıram da. Öz canımda kim var ki, kim də gəlib oynatsın. Kaş ki açılar, mən də muştuluq xəbərini bu TikTokda birinci mən verəm. Kaş ki dostlar, Mətanət, çox sağ ol Mətanət xanım. Yəni bilin ki, açılacaq. Bayramdan sonra açılacaq, ancaq bizimlə sən verişi olmayacaq da. Yəni Format dəyişə bilər, adı dəyişə bilər. Az dəyişiləcək. Eyni mövzular getməyəcək də, başa düşdük. Mənim hələ vərəsəliyim var. Açılsa mənim vərəsəliyim 100% olacaq. Çünki bağladılar o axırıncı 2 günü bağladılar da. Yəqin nəsə Ay var. xanım, hamısı baxdı getdi onlar, hamısı. Heç nə batmır. Yeni format gəlir. İndi görək nə açılacaq da, nə qoyulacaq. Yeni formatda olsa, nə də olsa mən bilirəm. Zahir Baxşəliyev əlinə bir dənə işıq ucu fürsət düşən kimi Esmira xanımı çağıracaq. Bunu adım kimi əminəm. Və salam. Müğənnilər olsa mən müğənni kimi dəvət eləyə bilər. Mən bilirəm. Çünki məndə orada Bacı da aktrisa kimi çağıra bilər. Bacını unutma, bacını Onunla unutma. bir yerdə işgüzarlığımızı qoymuşuq. Və salam. Bu deyir ki, mən orada olum. Bacım da aktrisa kimi iştirak edə bilər. Bacım, yox, ona görə demirəm mən orada olum, yox. Mənim işim orada, məsələn, nə işim var ki, orada olmaq yox. Bu cürə sənətkar oturub burada. Bu cürə sənətkar. O şalvarının quzu kəsim mən. Əllərim əlinə dəymirinə vaxtı. Ay Ceyran bacı, dilin də ağrıyır, bir danış da. Gözüm görmür, nə danışım mən. O dilim işləyir də la. Sən danış ki, bir pozitiv enerji ötürəsən, özündə danışarsan, gülərsən, eşitirsən, yadından çıxar. Elə gözü tutub durmuşsan vallah. Bir hərəkətlə aktiv ol da bacın kimi. Gözüm görmür, əsər kesir bana. Bacına oxşamadın da. Günü gündən pisləşir gözlərim. Yəni nə etməyəm. İnşallah Zahir müəllim sənin gözəyə baxacaq. Mütləq. Hə. Mənim ürəyim, Allahım. Ay Allah. Onunla nəfəs alır. Mənim zaurum deyir. Səfər ölsün. Səfər mənə deyir ki, sən bu profildən şəkil çıxar. Gözü görmürdü. Belə oturur. Bütün gün belə oturur. Qolundan tuturam, həyətə düşür. Bunun gözü açılsa valla özünü idarə edə bilər. Əsas gözüdür. Hər gün deyir, gecə səhərə qədər əlimi aç, vallaha yalvarım, dua edirəm ki, veriş açılsın. Zarım gəlsin işinə. Ay bacı, onlar işləyirlər, onlar işlərini işləyirlər.
Təklişlərinə də gedirlər. O zaman mənim çıxmayıb oradan ATV-dən. İşlərini işləyirlər. Bilirəm, mən orada həmən Bütün işçilər orada da hamısı işini işləyir. Narahat olacaq hiçbir şey yoxdur. verilişə qarşı. Niyə açılmır? Açılar inşallah. Allah qoysa. Açılacaq. Kəş ki, hər şey yaxşı olsun. Vallahi açım canlını muştuluq eləyim Zauru sevənlərə, bizim Ləsəni sevənlərə. Buradan inan ki, Ceyran bacı, dostlar, dünən Zaqtalanın bazarına getmişdim. Bazara getmişdim alışverişə. Bax, mən bilirsiniz ki, yalan danışmaram. Yaşlı kişilərdən tutmuş, daha cavanlara qədər Allaha and olsun, heç tanımadığım adamlara. Məni saxlayırdılar, inanırsınız. Zaur, biz Zaura baxırdıq. Yetim qalmışıq, nə bilim də, baxaq şeyimiz yoxdur, nə vaxt qaydacaq, nə inəyəcək. Allaha and verilişə baxırdıq biz. Açılacaq, açılsın. Hə. Yəni ki, biz Zaura baxırdıq, Esmirə sənə, nəsə də, indi mən desəm nəsə deyərlər, özünü tərifləyir, yox. Yəni ki, yəni demək istəyirəm, Zaqtalanın çoxu baxırdım. Ondan sonra Balakən, Zakat Balakənlər yazırlar məsələn. Sağ olsunlar, Şəki. Məsələn, baxılır, niyə baxılmır ki? Bəzi ağzı gövçəklər var, yaramazlar. Bilirsiniz necədir? Dil pişiyin ağzı ətə çatmayanda deyir, iyilənir. Heç mi bu adam siz yaxşılıq eləməyib bu cəmaata? Bu, tək o yox, hamısını deyirəm. Xoşqədəm xanımın özü də. Mən səmimiyyətimi, yəni gizlədən adam deyiləm sizlər. Tam səmimi deyirəm. Mən Xoşqədəm xanımın verilişinə, məsələn, elə deyim ki, durum baxıram, baxmışam. Nə yoxdur da məsələn, elə baxmıram məsələn. Elgizdir, cəmaatı heç mi yaxşılığı keçmədi? Xoşqədəm xanımın heç mi itirənləri axtarıb, haralardan gedib müharibə zonasında? Zalim mənim heç də daha bircə orucluq vaxtında ay cəmaat, keçən orucluqda Xəlil doktor, göz doktor təmənnasız bir ay ərzində 100 dənə xəstənin gözünü əməliyyat edib. Bax, bunları unutmaq olar. Ayıb deyilmi, əcəb deyilmi? Bəzi insanlar özü Keçən oruçluqda 100 adam bizə əməliyyat elədi Xəlil doktor təmənnasız. Bu Nemət doktor var, Nemət doktor. Ondan sonra bizim mama ginekoloq, Natiq doktor. Ondan sonra Rəşad Çolandı, Zərif doktor. Düzdür, hamı yazır. Heç mi bunların sizlərə yaxşılığı dəymədi ya? O boyda həkimlər, o boyda hamısı da elmi dərəcəsi olan həkimlərdir. Ha, elə belə həkimlər deyil. Elmi dərəcələri olan həkimlər oda gəlişiblər. Mən bilirsiniz ki, yalan sevmirəm də, o bir şey orada mən yalan görsəm deyəcəm onu. Rəhmə Atəşin özü, bəli, Rəhmə xanımın özü. Hüseyin doktor, Nemət doktor, Fərrux doktor. Hüseyin doktor qardaş, Aygün vətən var idi da, inişirik. Ceyran, vətən var idi, vətən. Qarabağ qazisi idi, Kalyaskadaydı gözümüzlə, bax bu kör gözümlə gördüm mən. Hüseyin doktor onu gəzdirdi studiyada. Neçə xəstə uşaqlar gəldi ora, gəzdirdi onları. Ayıb deyilmi? Hamısı elmi dərəcə almış həkimlərdir, ziyalı həkimlərdir. Kandidat nauklar var, Lalə doktor var, o uşaq həkimi, pediatr uşaq həkimi. Profesor adı almış həkimlər də orada, o Gönül xanım var. Ayıb deyilmi, siz elə qoymusunuz üstünüzə? Heç mi yaxşılığı bu adam var? Elgizin heç mi yaxşılığı dəymədi sizə? Tolikin heç mi yaxşılığı insanlara dəyməyib? Ondan sonra kim var? Xoşqədəm xanım nə qədər insanların itkinlərini tapıbdı, ölülərini tapıb, məsəl üçün. Düzdür ya, yox. Yəni bunların insanlara heç mi xeyri dəyməyibdir? Ayıb şeylər danışmayın. Ayıb, nə bilim, özləri bilərlər. Bunu efirlər bilər, onların böyükləri var, onlar bilər. Nə düşmüsünüz meymun kimi ortalığa? Bağlasınlar falan. Gedin ölçüsüzlə məşğul olun. İstəyirsiniz baxın, istəmirsiniz baxmayın. Çevirin kanalı, gedin ayrı yerlərə baxın. Gedin Türkə baxın, o birisinə baxın. Gedin başqa yerlərə baxın. Nə düşmüsünüz ortalığa? Paxırlıqdan partlayırlar ona görə. Paxırlıqdır. Ayıbdır, vallahi ayıbdır. Olmaz da bu qədər də, vallahi olmaz. Elə şey qalacaq, paxırlıq pislik qalacaq onlara. Sağ olun, yaxşıyam. Baxın. Vermişlər atılacaq, gedəcək.
Kaş açıla. Hamı yazır kaş açıla. Görürsünüz? Mən sizə Açılacaq, deyirəm ki, anladım. Allaha and yaşlı kişilər dünən Zaqatalan bazarında. Sonra mindim avtobusa, Allaha and olsun, avtobusun özündə nə qədər adam var idi. Salam eləyir, dualar eləyirlər. Dualar eləyir, mən də qalır. Lakin mən olmayayım orada. Amma dostlar, heç kəsin yaxşı əməlləri, yəni bu